Sevgili qız bürcləri, yüksələn qız, ay bürcü qız olanlar. Nəyə görə başlıqda siz iyundan, yəni 29 iyundan 24 iyula qədər ki zamanlamanı gördünüz. Çünki iyun ayının 29'unda bizim Merkuri planetimizdə bir retro başlayır. Təbii ki de bu mövzu ən çox sizi maraqlandırmalıdır. Nəyə görə? Çünki sizin idarə edici planetiniz Merkuridir. Ben bu retronun nə olduğu ilə bağlı məlumat vermişəm əvvəlki videoda. Belə qırmızı şəkilli videodur. Baxa bilərsiniz əgər maraqlanırsınızsa. Və retroda geriləmə deyən bir şey varmı? Yəni retro nədir? Merkurinin geriləməsi. Əslində heç bir planet geriləmir qız bürcləri. Sadəcə o biraz hərəkətini yavaşlatdırdığı və qlobal olaraq hər kəsə eyni təsiri verdiyi üçün biz buna retro deyirik və bunun heç bir müsbət tərəfi yoxdur. Tək bir müsbət tərəfi var. O da keçmişlə bağlı nə isə həll eləmək və ona belə deyim, çözüm yolunu tapmaq. Bəli. Bəs sizin üçün bu retroda nələr olacaq? Göy üzü sizlərə nələr deyir? Gəlin buna birlikdə baxaq. Sevgili qız bürcləri, sizin idarə edici planetiniz Merkuri sizin zihninizi hər zaman çalıştıran bir təsiri vəd edir. Çünki siz və əkizlər bürcü Merkurinin təsiri altında olan bürclərsiniz. Hər bir bürc, hər bir dənə planetin təsiri altında olur. Və Merkuri də nədir? Həddən artıq yüksək, hiperaktiv bir zihin deməkdir. Normalda qız bürclərinin beynində fikirlər əsla dayanmaz qız bürclərinin. Birisi biter, birisi başlayar. Birisine son tapar, digəri oradan gələr. Amma retro müddətində bu fikirlərin hamısı tək-tək gəlmək yerinə biraz yüklənir. Biz Play Store'dan bir hər hansı bir proqram yükləyəndə necə olur? Yüklənir. Sizdə də elə olacaq. Yəni düşünməniz biraz yavaşlayacaq. Məsələn, nəyisə bir çıxış yolu axtarmağa çalışacaqsınız, pis mənada yox. Yəni ki, nəyisə, məsələn, bunu necə eləyə bilərəm və s. kimi, bu kimi problemlər altında qalacaqsınız və bu digər bürclər yox, sizə çox təsir eləyəcək. Nəyə görə? Çünki qız bürcləri ağıllı bürclərdir. Onlar alışıblar, mən bunu həll eləyərəm, onu həll eləyərəm, bir yolunu taparam. Amma retro gerilədiyi üçün biz qlobal olaraq astrologiyada buna geriləmə deyirik. Bu vəziyyət sizi çox narahat edəcək. Mən düşündüyümü həmişə tapırdım, amma bu dəfə çıxmazdaymışammış kimi hiss eləyəcəksiniz. Bəli. Zehinsel olaraq həddindən artıq dağınıq olacaqsınız. Sanki belə beyninizin içində dumanlar olacaq. Siz yolunuzu tapa bilməyəcəksiniz retro müddətində. Amma təbii ki bu problemin çözmənin üsulu var sevgili qız bürcləri. Necə? İndi gəlin buna baxaq. Normalda bu vəziyyətdə qız bürclərinin belə mod halı, əhvalı biraz düşər. Çünki onlar düşünə bilmirlər. Hər şeyi hərəkətlə yox, düşüncə tərzi ilə həll edən qız bürclərinin bu böyük şəkildə problem olacaq. Deməli, analiz bu problemlərin hamısının həlli üçün sizə daha doğrusu göy üzünün verdiyi bir qızıl qanunlar var. Bunun birincisi analiz etmə qabiliyyətidir. Oturun analiz eləyin. Məsələn, keçmişdəki hadisələr çox ağlınıza gələcək. Ağlınız sadəcə keçmişə çalışacaq. Bu sadəcə sizdə yox. Bütün global olaraq bütün 12 bürcün 12'si də bu təsir altında olacaq. Biraz keçmişə gedim, məzuniyyət şəkillərimi baxım, məktəb illərimi xatırlayım və köhnə iş ortamımı bir yada salım və s. kimi mövzuların altında həddindən artıq olacaqsınız. Deməli, sizin eləyəcəyiniz zehninizi yormamaq olacaq qız bürcləri. Çünki bu ömürlük bir problem deyil. Yəni Merkuridir. Biraz yavaşlayır, geriləyir. Təbii ki də mən geriləmə sözünə məcaz kimi deyirəm. Həddindən artıq yavaş hərəkətdə olacaq Merkuri.
və biraz bu sizə duyğusallıq qatacaq. Çünki Merkuri hər dəfə fərqli bir bürcdə retro eləyir. Bu dəfə xərçəngdə retro eləyəcək. Ailəvi mövzular ön planda olacaq. Duyğusal məsələlər ön planda olacaq. Yoldaşınızın, övladınızın problemləri ön planda olacaq. Sizin eləməniz gərəkən tək şey var. Bu vəziyyətdə sadəcə zamana buraxın. Zehninizi yormayın. Zehninizi yorsaz özünüz yoracaqsınız. Həm zehinsel, həm də fiziksel olaraq, fiziki cəhətdən də özünüzü çox yorğun hiss edəcəksiniz. Ona görə dayanın, düşünməyin, sadəcə analiz eləyin. Sadəcə həyatı biraz yaşayın. Məsələn, duyğusallıq, çox da duyğusallığa qapılmayın qız bürcləri. Amma nəsə sizə duyğusal gələndə də, məsələn, içinizdən duran yerdə ağlamaq gəldi. Mən güclüyəm egolarına girməyin. Ağlayın. Bəli, bu sizə yaxşı gələcək, amma çox da keçmişə gedin, çox da keçmişi düşünün. Mən bunu tövsiyə eləmirəm. Daha doğrusu mən yox, göy üzü bunu tövsiyə eləmir. Çünki Merkuri zehin, ağıl planetidir. Nə olsun ki, xərçəngdə retro eləyir. Yenə də məntiqsel davranmağı sevəcəkdir. Bəli, və bundan əlavə olaraq sevgili qız bürcləri, yarım qalan işlərinizi tamamlayın. Bəli, retroların ən müsbət, hətta tək müsbət bir belə deyim, özəlliyi var. Bu da yarım qalan işləri tamamlamaqdır. Keçən ildən, keçən aydan, 2 ay əvvəldən, 2 il əvvəldən və yaxud daha qalan nə varsa hamısını sevgili qız bürcləri tamamlayın. Kreditləriniz mi var? Bağlayın. Borclarınız mı var? Qaytarın. Əmin olun ki, bu retronu önümüzdəki ayın 24-nə kimi daha yaxşı keçirəcəksiniz. Deməli, öz şəxsi doğum xəritənizdən mənə rəylətdirmək istəyirsinizsə, mən hansı karyeraya yönəlməliyəm və yaxud mən partnerdə necə seçim eləməliyəm, bunu öz şəxsi doğum xəritənizdə baxdırmaq istərsinizsə, TikTok səhifəm Astrotita DM-lərə yaza bilərsiniz. Sağ olun, salamat qalın.